Salam değerli izleyiciler, ben siyasi bloger Elnur Aliyev. Azərbaycan Çindən 8000 tabut alıb. 8000 tabut. Bu 3-cü Dünya Müharibəsinin başlanğıcının bir göstəricisidir deyərdim. Çünki bilirsiniz ki 2026-cı ildə 3-cü Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq bir çox xəbərlər yayılıb. Artıq bu 2025-ci ildə yayılmışdı bu xəbərlər. İlham Əliyev də cəmaatın balalarını qırdırmaqdan ötəri qabaqcadan tədbir görüb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu səfər dinc sakinləri yox, məmurun balalarını göndərərsən güllə qabağına. Qoy onlar ölsünlər. Yəni cəmaatı indi kasıb təbəqəni göndərmə, yaxşı? Məsələn, Emin Ağalarovun uşaqlarını və deputatların, polis məmurlarının, Yekəqarın polis məmurlarının övladlarını, bacı uşaqlarını, qardaş uşaqlarını, bax bunları göndərərsən. Kasıb uşaqları indi göndərmə. Kasıb uşaqları 44 günlükdə göndərdin, indi göndərmə.